Salam, xoş gördük Təzadlar TV-nin dəyərli izləyiciləri. Bizim bugünkü proqramımız cəbhənin ən ağır nöqtələrində döyüşmüş, qəhrəmanlıq göstərmiş, igidlik göstərmiş əskərlərimizə, hərbçilərimizə həsr etmək qərarına gəldik. Bugünkü proqramımızda belə deyək, qəhrəmanımız Beyləqan rayonunun Kəbirli kəndindən olan Vüsal və Vüqar Məmmədzadə qardaşlarıdır. Bu günlərdə yolumuz Beyləqana düşdü və Beyləqan istiqamətində, Ağcabədi istiqamətindən Beyləqana daxil olanda, doğrudan da şəhərin mərkəzində indiyə qədər görmədiyimiz bir qəribə mənzərənin şahidi olduq. Belə ki, Beyləqan şəhər mərkəzinə daxil olanda yolun sağ hissəsində demək olar ki, neçə 100 metr məsafədə 44 günlük müharibədə şəhid olmuş igidlərimizin portretlərini və onlar haqqında məlumatların və eyni zamanda onların barəsində yazılmış lövhələrin şahidi olduq. Və yolumuz bundan sonra, yəni o şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra qəhrəmanlarımızla görüşmək üçün rayonun Kəbirli kəndinə istiqamət götürdük. Kəbirli kəndində Vüqar və Vüsal Məmmədzadə qardaşları ilə görüşdük. Onu da xatırladım ki, hər iki qardaş kəşfiyyat qrupunda döyüşüblər. Horadizdən başlayaraq təxminən Şuşaya qədər olan döyüş yolu keçiblər. Hətta Vüqar Məmmədzadə, yəni böyük qardaş, Laçının bu yaxınlarda bilirsiniz ki, Laçın dəhlizi kimi adlanan sərhədimizin ermənilərin üzünə, sifətinə bağlanması əməliyyatında da iştirak edibdi və çox maraqlı xatirə var. Sadəcə olaraq bəzi hərbi sirləri nəzərə alaraq müəyyən məqamları deyə bilmirik efirdən. Amma danışdığı söhbətlərdən belə məlum olur ki, Azərbaycan əskəri, Azərbaycan hərbçiləri doğrudan da əfsanəvi qəhrəmanlıqlar göstərməkdədir və bu qəhrəmanlıq haqqında zaman gələcək ki, filmlər çəkiləcək, bədii filmlər, bədii əsərlər yazılacaqdır. Beləliklə, qəhrəmanlarımızla tanış olmaq üçün biz onların ailəsində olduq və Vüsal və Vüqar Məmmədzadə qardaşlarının döyüş yolu haqqında onların öz dilindən eşitmək qərarına gəldik. Əvvəlcə belə bir məqamı da xatırladım ki, Vüsal özü, yəni kiçik qardaş, müharibə zamanında, yəni oktyabrın təxminən ortalarında ağır yara alır və hərbi hospitala yerləşdirilir. Lakin o, burada komandirləri, həkimləri aldadaraq 2 dəfə hospitaldan qaçıb döyüşə atılmaq qərarına gəlir. Lakin təbii ki, buna imkan vermirlər. Çünki döş qəfəsindən və çiynindən ağır qəlpə yarası almış əskərin müharibəyə getməsi, silah götürməsi əlinə demək olar ki, mümkünsüz görünürdü. Lakin həkimlərin bu təkidlərindən sonra Vüsal onu yoluxmağa gələn döyüşçü əskərlərinə bir məktub yazır. Məktubda belə qısa məzmun bundan ibarət olur ki, Şuşa, mən sənə yetişə bilmədim, amma haqqını halal et, mütləq səni gəlib görəcəyim. Və bu məktubu, kiçik məktubu verir döyüşçü yoldaşlarına ki, Şuşaya daxil olanda, çünki orada ümid vardı artıq, o bilirdi ki, Şuşaya mütləq bayraq sancılacaq. Şuşaya daxil olanda bu məktubu qışqıraraq mənim əvəzimdən səsləndirim və orada bu məktubu Şuşa torpağına, budağın üzərinə belə qoyarsınız. Və döyüşçü yoldaşlar da sağ olsun ki, halal olsun onlara ki, Vüsalın bu arzusunu yerinə yetirirlər. Beləliklə, hər iki qardaşla bağlı müsahibəni mən onların mənzilində götürdüm. İndi onları dinləyək, sonra söhbətimizi davam etdirərik. Salam, Təzadlar TV-nin dəyərli izləyiciləri. Bugün bizim verilişimizin qonaqları 2 qardaşdır. 44 günlük Azərbaycanın zəfər müharibəsinin qəhrəmanlarıdır. Onların hər ikisi müharibənin əvvəlindən sonuna qədər döyüşmüş və düşmənə ağır zərbə indirmiş 2 qardaşdır. Beyləqan rayonunun Kəbirli kəndindən olan Vüqar və Vüsal Məmmədov qardaşları. Onlarla bugün çox maraqlı bir söhbətimiz olacaq. Söhbətimizin əsas məzmunu nədən ibarətdir? Ondan ibarətdir ki, hər ikisi qoşa olaraq eyni vaxtda düşmənə kəşfiyyat, belə deyək ki, əməliyyatlarında ağır zərbələr indirmişlər və hər ikisi qazi və müxtəlif medallara layiq görülmüş bizim qəhrəman əskərlərimiz və belə deyək, xidmətdən artıq
qulluq etmiş döyüşçülərimizdir. Və bunları Beyləqan rayonunun Kəbirli kəndində qəhrəmanlar kimi qarşılayırlar və qəbul edirlər və Vüqar artıq belə deyək xidmətini davam etdirir, amma Vüsal ağır müharibə dövründə ağır yara aldığına görə belə deyək ordudan tərxis olunmuşdur. Amma bugün öz qəhrəmanlığını xatırlaması çox maraqlı olar. Vüsal, müharibəyə necə getdiniz? Necə oldu ki, yəni siz müharibənin ən qızğın vaxtında döyüşə atıldınız? Bax, bu barədə çox maraqlı olar. Sentyabr ayının 27-si günü axşam Füzuli istiqamətində, Lələtəpə istiqamətində hücuma keçdik. Ön xətt yardıq. Ön xətti yarandan sonra düşmənin Qızıl Manqa dediyi eşelonunu yardıq və döyüşə başladıq. İrəliyərək Cəbrayıl istiqamətində hərəkət etdik və oradan düşməni zərərsizləşdirərək Cəbrayılın Vişqalar deyilən yerinə, yüksəklinə 1441 yüksəkliyi. Həmin yüksəklikləri aldıq. Aldıqdan sonra orada xeyli düşmənə itki verdik. Sonra nə baş verdi? Oradan sonra oranı alıb öz şəxsiyyətimizə təhvil verdikdən sonra oradan başladıq yenidən Cəbrayıl rayonunun özünü götürməyə. Cəbrayıl rayonunun özünün düşmənin hərbi hissələrini götürdükdən sonra düşmən çox sayda itki verdikdən sonra Hadrut istiqamətində irəliləməyə başladıq. Və irəliləyəndən sonra bir neçə yüksəkliklər, bir neçə kəndlər alaraq Hadrut istiqamətinə gəldik. Hadrutun Qarakollu kəndində gəldik, orada yerləşdik. Orada çox ağır döyüşlər, çox qızğın döyüşlər getdi. Oraları götürdükdən sonra mən özüm istehkamçı idim. Yolları minaladıq, yollar təmiz, hər tərəfi nəzarətə götürdükdən sonra Hadrut istiqamətində irəlilədik və Hadrut rayonunu götürdük. Hadrut rayonunu götürdükdən sonra rayon təmiz götürüldükdən sonra mən yaralandım. Amma maraqlıdır. O yaralanma səhnəsini bir təsvir eləyə bilərsinizmi? Necə oldu? Həmin günü gecəsi düşmənə çox itkilər verdik. Düşmən neçə dəfələrlə cəhd elədi, Hadrutu qaytarsın, bizdən alsın, amma ala bilmədi. Mən özüm yola düşmən neçə dəfələrlə hücum etdi və girə bilmirdi. Həmin yolları minalamağa başladıq ki, həmin yolları minalayaq, düşmən gələndə düşmənə xeyli itki verilsin də, düşmən gələ bilməsin. Mən yolda mina bastırdım, tank əleyhinə minalar bastırırdım və piyada əleyhinə minalar qururdum. Minaları quranda düşmənin canlı qüvvəsi hücuma keçdi və yolda mən qaldığım yerdə bizim şəxsiyyətdə məndən nə qədər aralı idi. Gəldilər, hardasa 200-300 sayda olardılar. Gəldilər, yolda hücuma keçdilər. Orada qızğın döyüşlər getdi və o döyüşlər gedən zaman yaralandım. Düşmən bizdə şəxsiyyətdən düzdür, bizdə də itkilər oldu, amma düşmənə xeyli sayda itkilər verdik. Əsas odur ki, düşmən məğlub oldu da, belə deyək. Son nəticə, yəni 44 günlük müharibənin nəticəsi bu oldu. Sinənizdə medallar görürəm, olarmı? Onları bir tamaşaçılar və gələcək nəsil üçün bir belə deyək, təsvir eləyəsiniz. Onlar İgidliyə görə medal. Göstərə bilərsinizmi, məsələn? İgidliyə görə medal. Xocavənd uğrunda, Cəbrayıl uğrunda medal. Şücaətə görə, bir də Vətən müharibəsi iştirakçısı. Vətən müharibəsində iştirakçılığınıza görə hansı qürur hissini keçirirsiniz? Yəni bugün sizi tutaq ki, belə tərxis olunmuşsunuz da, belə başa tutun, düzdürmü? Sizin yaşadığınız qəsəbədə, yəni kənddə, Kəbirli kəndində sizi necə qarşılayırlar? Yəni gənc nəsil yaxud
qonşularınız, belə deyək, necə qarşılayırlar sizi? Hamısı igid kimi qarşılayır, hamısı bir döyüşçü kimi qarşılayır. Həm də ki bizim kəndimizdə mən xüsusi təyinatlılarda olmuşam. Bir xüsusi təyinatlı var, o da mən olmuşam. Məndən əvvəl və sonra heç kim olmayıbdı. Yəni bugünkü günlərim hamı məni harda görürsə çox yaxşı qarşılayır. Hamı belə deyim, yəni çox yaxşı. Evlisiniz yoxsa subaysınız? Xeyr subay. Bəs kəndin subay qızları sizi necə qarşılayır? Bunları bilmirəm. Onların ürəyini oxumaq lazımdır. Deməli, mən ikinci müsahibim, sizə başqa suallarımız olacaq təbii ki. Vüqar sizin qardaşınız, eyni zamanda siz iki qardaş, qoşa qanat belə deyək, müharibədə qəhrəmanlıq göstərmişsiniz. Vüqar, siz döyüş yolunuz haqqında maraqlı olardı, bir təsvir eləyəsiniz. Bizdə elə bir, necə deyim... Neçənci ildən ümumiyyətlə, yəni belə deyək, hərbiyə qoşulmuşsunuz və yaxud da döyüş yolunuz hardan keçib? Belə deyim, 2019-cu ildə başlamışam hərbi xidmətə işləməyə. 2020-ci ildə sentyabrın elə bir 27-si səhər saat 8-in yarısı Füzuli istiqamətində döyüşlərə başlamışıq. Füzulinin bir çox kəndlərində olmuşuq. Bir neçə eşalon yarılmasında iştirak eləmişik. Necə deyim, belə deyim də, erməni qəsbkarları əvvəl 30 il bundan əvvəl elədikləri kimi, necə deyim, elədiklərini bu dəfə eləyə bilmədilər. Cavabını 10 qat aldılar. Bəli, 10 qat, 100 qat onlara qarşı qaytardıq. Sonra Xocavənd rayonu istiqamətində döyüşlərə başladıq Füzulidən sonra. Füzuli şəhərin özündə də döyüşdə olduq, bir neçə kəndlərində olduq. Xocavəndə də girdik, Xocavənddə də bir neçə kəndi götürdükdən sonra demək olar, bəzi şeylər də yadından çıxıbdı. Biraz müharibənin travması oldu. Minamyotun vannasına düşdüm, elədim. Yaddaşım zəifləyibdi bir çox şey cəhətdən. Belə. Sinənizdə belə deyək, medallar, fəxri titullarınız görünür. Onları təsvir eləyə bilərsinizmi? Biri elə bil Füzuli uğrundadır, biri Xocavənd uğrundadır. Bu da Vətən müharibəsi döyüşçüsü medalıdır. Sizin bildiyimə görə, yəni biz verilişdən əvvəl söhbət etdik. Laçında bir əməliyyatınız olmuşdu, sizə fəxri fərman verilmişdi. Bəli. Onunla bağlı olarmı? Bir qısa da olsa məlumat verəsiniz. Elə bir 24-30 mart 2023-cü ildə biz Laçın rayonunun Mirzəlilər kəndi istiqamətində elə bir, necə deyim, əməliyyat keçirdik, xüsusi əməliyyat keçirdik. Mirzəlilər kəndi istiqamətində axçıcı yüksəklikləri ələ keçirdik. Necə deyərlər? Yəni, gecə vaxtı elədik də bunun hamısını. Yəni, ümumiyyətlə erməninin, düşmənin heç nədən xəbəri olmadı. Yəni, səhər açıldı. Səhər açılandan sonra gördülər ki, onlardan arxada biz yerləşmişik. Onlar qalıb ki, elə bir, necə deyim, bizim köhnə postla bizim aramızda qalmışdılar. Yəni, bu qaydada irəlilədik, yüksəklikləri götürdük. Yüksəklikləri elə bir təhvil verdik özümüzünkilərə. Ondan sonra gəldik öz yerimizə. Sabit olaraq həmişəki yerimizə. Siz hazırda da xidmət edirsiniz. Bəli. Necə keçir xidmət? Yəni, düşmənin belə deyək, özünü aparma qabiliyyəti, yaxud da onun hərbi qüdrəti. Çünki Laçın dəhlizinin də bağlanması biz bildiyimizə görə artıq onların çevrənin daralması anlamına gəldiklərini belə anlamaq olar. Bəli. Düşməndə elə bil əvvəlki, necə deyim, gücü yoxdur. Yəni, əvvəl də güc olmayıbdır, baxır bəzi səbəblərə görə. Amma indi demək olar ki, nə ağır artilleriya cəhətdən, zirehli texnika cəhətdən, nə bilim, canlı qüvvə tərəfdən ümumiyyətlə demək olar sıfıra yenibdir. Yəni, əvvəlki vəziyyət yoxdur düşməndə. Biz elə bil hər gedib postlara girdikcə görürdük də. Onlar
biz gedirdik, bir neçə nəfərini öldürdükdən sonra elə bil onlar qaçırdı dala. O birisi səngərlərə qaçıqda olurdular, arxaya çəkilə-çəkilə. Yəni bu ancaq bu qaydada. Yəni əvvəlki erməni yoxdur. Erməni ümumiyyətlə heç vaxt olmayıbdı. Nəinki indiki Kimlərinsə erməni belə deyək. sayəsində. Vüqar, bir döyüş səhnənizi təsvir edə bilərsinizmi? Məsələn, hansısa bir maraqlı bir əməliyyat. Valla belə deyim. Təbii ki, çoxdur. Füzuli rayonunda elə bil 1, 2, 3-cü eşalonu götürdük. Elə bil dalbada eşalon yara-yara gedirdik. 3-cü eşalonda elə bil bayraq sancdığım yerdə USV 96 silahı var. 12, onda 7 olmalıdır, səhv eləmirəmsə gülləsinin çapı. Onunla atdılar, prosto tutmadı da, özümü attım qırağa. Eləcə, yəni ondan sonra tabi şey eləmədim. Düşmən ələ keçirmə bir məqamları olur da, belə deyək. Keçirmişik də, təhvil vermişik də, özümüzünkilərə təhvil verdik, götürdülər, apardılar, yəni belə. Ermənilərə belə, mülki ermənilərə rast gəlirdinizmi o azad etdiyiniz ərazi? Belə deyəndə, onlarda elə bil mülkü deyəndə özləri deyildi də, başqaları idi. Başqa ölkədən gəlmələr, saqqallı elə bil, saqqallı, nə bilim, forma o forma deyildi, bəli. Yəni tam başqa formadaydı. Yəni biz sizin necə deyim, bu televizorda göstərirlər, terroristlər. Bəli, bəli. Kopya onlardan idi də çoxu, yəni çoxu erməni deyildi. Yəni bu qaydada getmişik, döyüşmüşük, nə bilim, onlar ancaq qarşımıza çıxanlarında 90% özləri deyildi. Və bu gün də xidmətinizi davam etdirirsiniz. Bəli, bəli, xidmətimi davam elətdirirəm. İnşallah da davam elətdirəcəm. Nə zaman belə deyək, mülki əhali olaraq, jurnalist olaraq Xankəndinə və Xocalıya səfər edə biləcəyik? Təxminən belə bir döyüşçü olaraq qənaətiniz necədir? Təxminən belə deyim də, inşallah Ali Baş Komandanın əmri bugün gəlsə bugün, sabah gəlsə sabah. Yəni nə vaxt əmr verilsə, bəli, o həmən günü elə bir Xankəndində, Xocalıda inşallah müsahibə götürərsiniz bizdən. İnşallah. Mən də söz verirəm ki, Xocalıya ayağınız dəyən kimi biz həmin anda oradayıq. İnşallah. Vüsal, sənin döyüş səhnələrin, yəni döyüş əməliyyatları haqqında Kəbir kəndində əfsanələr danışırlar, amma öz dilindən bəlkə də eşitmək daha maraqlı olardı. Bəli, çox döyüş səhnəsi olubdu, çox maraqlı döyüş səhnələri olub orada. Onlardan ən maraqlısı, belə deyim, Hadrutda mən yaralanmışam, həmin gün olub. Həmin gün Hadrutda yaralanan günü, belə deyim, yolları tutmuşduq, düşmən xəbəri olmadan, düşmənin heç bir xəbəri olmadan biz gəlib onu bütün dörd bir yana sarmışdıq. Düşmən amma rahatçılıqla orada hərəkət edirdi ki, bizim ordumuz qalib gələcək, biz onları məhv edəcəyik, amma əslində elə olmadı. Düşmən bir vaxt ayıldı ki, qara bulut kimi çökmüş onların başının üzərinə. Və orada, belə deyim, qaçan, nə bilim, qalan, yəni belə şeylər oldu. Yəni orada düzdür, biz onların mülkü adam yaşdılar, azada biz onlar kimi vəhşilik törətmədik, biz onların faciə yaşatmadıq. Yəni əlimizdə öz insanlığımızı, müsəlmanlığımızı yerinə yetirdik. Sadəcə, yəni o müsəlmanlığı da, o hissləri də yaşamaq özdə bir böyük bir şeydir ki, yəni onlara göstəririk ki, biz buyuq. Biz kim olduğumuzu onlara göstəririk. Bəli, rəhm etdik. Hamısına, belə deyim, hamısına deyərkən, yəni qaçdılar, o yerdə öz ailəsini qoyub qaçanların da ailəsinə biz öz əlimizdən gələn köməklik etdik və təhvil verdik öz komandirlərimizə. Belə çox olubdur. Hadrutdan sonra, yaralandıqdan sonra yenidən Şuşaya getmişəm, yaralı. Burada cəhdə söhbət edəndə sizin keçmiş döyüşçülərlə dedilər ki, siz yaralanandan sonra dərhal hospitalda tələb etmişsiniz ki, Şuşaya qədər getmək üçün yenidən cəbhəyə qayıtmaq istəyirsiniz. Yəni yaralı olaraq cəbhəyə yenidən qayıtmaq istəyi nədən doğdu? Yəni buna hərbi komandanlıq icazə verirdimi? Hərbi komandanlıq düzdür, icazə vermirdi. Deyirdi, sağalın gəlin də, yəni sağlam olun gəlin. Sadəcə o, belə deyim, bizim içimizdən o deyir, mənim sədaqətim, mənim şərəfimdir. Yəni bugünkü günlərin torpaqlarımızın alınması üçün
Yəni əlimizdən gələn eləməliydik. Bəli, məni xəstəxanada saxladılar. Dedim mənim sağ qolum işləmir, sol qolumla mən PKŞ-nin sinkini daşıyaram, amma ki mən ön xəttə getməliyəm. Yəni nə daraq verərəm, darağa ataram, tutar, nə bilim silah atar, amma ki mən getməliyəm. Bəli, və Şuşaya getdim. Şuşaya getdiniz amma. Bəli. Təxminən nə vaxtı? Döyüş düzdür, döyüş qurtarmışdı, döyüş onda qurtarmışdı. Hardasa noyabrın 15-i. Noyabrın 15-i. Bir neçə gün sonra. Bəli, döyüşdən bir neçə gün sonra getmişdim. Düşmənə inanmaq olmaz. Yəni belə deyim. Ona təslim olsa da, təslim olsa da bəli öz hiləsindən həmişəki kimi yenə öz hiləsindən əl çəkmir. Ona görə tək mən yox, döyüş yoldaşlarım çoxsu, yəni getdik Şuşaya, bir neçə gün qaldıq. Ondan sonra bizim komandirlərimiz bizi göndərdi məzuniyyətə ki, gedin sağ olun. Şuşa haqqında təbii ki, Şuşa işğal olunanda siz analog olmuşdunuz yoxsa? Xeyr. Şuşanı xəyalınızda necə təsvir edirdiniz və görəndə nə yadınıza gəldi? Düzdür, təsvir edirdik, videolar keçmiş kadrlara baxırdıq, bilirdik ki, necə yerlərdir. Görəndə tamam fərqli oldu. Şuşa nə şəhər idi? Sizin üçün nə idi? Şuşa bizim üçün bəli, bir şərəf təbii ki. Bəli, bir şərəf, tarixi məkanımız, bəli, çox söz demək olar. Şuşa haqqında çox şey danışmaq olar. Yəni həqiqətən. Gələcəyinizi necə təsvir edirsiniz Vüqar? Gələcəyimi necə formada, yəni bir hərbiçi kimi təbii ki, Qarabağın azadlığında, yəni 30 il işğalda qalmış torpaqların azadlığında can qoymuş, belə deyək, öz səhhətini müəyyən mənada itirmiş, sizdə var, səhhətinizdə də hiss eləyirəm. Bax, necə görürsünüz ki, Qarabağın gələcəyində sizin xidmətiniz, yəni sizin timsalınızda bütün təbii ki, döyüşçülərimizin, qazilərimizin, Allah şəhidlərimizə min dəfə rəhmət etsin. Və Şuşada və Qarabağda ümumiyyətlə özünüzün gələcəyini necə görürsünüz? Yəni bir hərbiçi kimi. Bir hərbiçi kimi necə deyim? Yəni mən elə bil Şuşada müharibədən sonra postada oldum. Bir neçə ay posta olmuşam. Yəni Şuşaya gedib gəlmişəm. Necə deyim? Buraya elə bil mədəniyyət ocağıdır bir sözlə. Bəli. Çox səliqəli bir şəhərdir, belə deyim. Balaca bir şəhərdir, amma balaca olduğuna baxmayaraq çox şeylər var da onun tərkibində. Bir zirvədir Azərbaycanın, Qarabağın doğrudan da mədəniyyət zirvəsi, mədəniyyət paytaxtı. Qaladı, amma demək olar ki, bizim üçün elə olmadı. Düşmənin 92-ci il təbii ki də Şuşanın işğal olunduğu tarix düzdür, sizin yadınıza gəlməz. Onda Anadolu siz də olmamışdınız da, öyle mi? Xeyr, biz yox idik. İndi çox maraqlıdır ki, Şuşanın işğalı dövründə, ilində anadan olmamış Vüqar və Vüsal qardaşları Şuşanın azad olunduğu bir tarixin, bir şanlı tarixin əskərləridir. Yəni sizə eşq olsun, hər ikinizə, hər iki qardaşa. Gün olsun ki, Xocalıda da sizin o əskər çəkmələri Şuşanın belə deyək, meydanından keçsin, Cıdır meydanından keçsin Xan kəndinə və oradan da Xocalıya. İnşallah. Sizə uğurlar, başqa bir sözünüz varmı? Belə deyək, tamaşaçılar üçün, yaxud gənc nəsil üçün döyüşmək, vətən uğrunda şəhid olmaq, vətən uğrunda canından keçmək nə deməkdir? Bəlkə bir sözünüz var, nəsə deyin. Yəni, belə deyim də, işğalda torpağı olan insan üçün, yəni döyüşdən çəkinmək olmaz da, bir addım geriyə ata bilməzsən də. Yəni, əgər bu varsa, döyüşməlisən. Vətən nədir? Anandır. Ana üçün də yəni, hər zaman irəli getməlisən, döyüşməlisən, can qoymalısan. Yəni, bəli, çox təşəkkür. Mən də onu demək istəyirəm ki, uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma. Yəni, əgər bu günlərim o bayraq bizim şəhidlərimizin qanı bahasına göylərə ucalıbsa, yəni hər şeyi göz almaq lazımdır. Hər bir şey etmək lazım ki, bizdən sonraki nəsildə o bayrağın altına sığınsın və bizim getdiyimiz yolu getsin.
Eşq olsun hər ikinizə uğurlar. Sağ ol. Sağ ol. Özünüzü qoruyun, özünüzü qorusanız vətəni qoruya bilərsiniz. Vətəni qorumaq dövlətimizi və Millətimizi. Azərbaycanımızı, millətimizi qorumaq deməkdir. Sağ olun, inşallah. Xocalıda və söz verdiyimiz kimi Xankəndində görüşmək ümidi ilə, özü də tezliyi ilə. İnşallah. Təbii ki, igidlərimizin, qəhrəmanlarımızın belə deyək, böyüməsində, tərbiyəsində, döyüşçü kimi yetişməsində, Azərbaycanın Ali Baş Komandanının əmrinə yüksək qəhrəmanlığı ilə cavab verən əskərlərin, hərbçilərin anaları var və onları yetişdirən, onlara tərbiyə verən, süd verən ana var. Vüsal və Vüqar Məmmədzadə qardaşlarının anası Ruhiyyə Məmmədzadə ilə də söhbətimiz oldu. İndi də ananın ürək sözlərini dinləyək, görək həqiqətən müharibə dövründə nələr baş verib və bu ana hansı hissləri yaşayıbdır. Ruhiyyə xanım, deməli, 2 əskər, 2 döyüşçü, 2 qazi və torpağı vətən edən övladların anası kimi nə deyə bilərsiniz? Yəni, müharibə dövrü, belə deyək, təbii ki, hər bir ananın övladları haqqında düşüncələri bəllidir. Bugün Allah'a şükür ki, övladlarınız hər ikisi haqqında müsahibələrdən də biz gördük. Çox ağır, çox şərəfli bir döyüş yolu keçiblər. Yəni, o şərəfli döyüş yolunun təbii ki, tərbiyə verəni anadır, vətən də anadır, onlar vətəni qorudular. Siz o müharibə dövrü hansı hissləri keçirirdiniz? Yəni, maraqlı bir epizod yəqin danışsanız daha maraqlı olar. Yəni, 2 evladım olsun, hər ikisi də müharibədə döyüşsün. O çox ana üçün bir baş ucalığıdır. Vətənpərvər olmaqlarının da səbəbkarı deyərəm ki, elə mən özüm olmuşam. Vətənimizi orada ermənilər tərəfindən elə bir qovulduq, tərk elədik, gəldik. Həmişə Qarabağdan, o sonra elimizdən, obamızdan danışmışıq. Ağdam rayonu Mərzəli kəndi haqqında çox danışmışam mən. Uşaqları da o cürə, o ruhda böyütmüşəm. Həmişə mən onu hamının yanında deyirəm ki, 8 Mart olanda hamı gül, ətir istəyəndə mən deyirdim ki, mənə bayraq alın gətirin. Türk bayrağı, Azərbaycan bayrağı, onu hamı bilir. Uşaqlar da forma, əslində bayrağımızı, hərbi geyimimizi görəndə o qədər mən fərəh hissi keçirirdim. Uşaqlar da bu peşəni seçəndə, hərbiçi olanda dedilər ki, ana, sənin arzunu yerinə yetirdik. Hər ikisi elə, əsasdakı Vüsal Məmmədzadə, kiçik oğlum, o gedib xüsusi təyinatda olanda mən biraz həyəcan keçirdim. Deyim, çətin peşədir belə. Dedi ki, mama, mən sənin arzularını həyata keçirəcəm, mən hərbiçi olacağım. Sonra müharibə vaxtında bəllidir, bütün analar kimi biz də həyəcan keçirdik. 2 uşaq hər ikisi orada döyüşdülər, çətin döyüş yolları oldu. Şükür, Allah rəhmət eləsin şəhidlərə, qazilərə də can sağlığı versin. Çox həyəcanlı günlər idi, çox əzablı günlər idi, amma onların arxasında, inanın, onlar zəng eləyib, onlarla danışanda bütün döyüş yoldaşlarına da, onlara nə qədər burada həyəcan keçirsəm də onlara ruh verirdim. Deyirəm, siz bir qəhrəmansınız, siz Qarabağı azad edirsiniz, möhkəm olun. Yəni, cəbhə xəttinə gedib orada danışırdınız? Yox, buradan zəng eləyirdik, elə bir ki, əlaqə yaradırdıq, telefon əlaqəsi olanda elə onlara elə bir ki, ürəkdirək verirdim. Bəli. Yəni, belə həmişə arxasında olmuşuq, elə valideyn kimi, atası da, mən də onları ruhlandırmışıq, onlara həyəcan yaşatmamışıq, həyəcanımızı onlara hiss elətdirməmişik. Çox həyəcan keçirdik, amma qürurlu bir hissi, Qarabağı azad elədilər, şükür vətənimizə qovuşduq. Nə bilim, hər ikisinin Ali Baş Komandan əziyyətlərinə görə onlarını medallarla təltif elədik. Bu yaxınlarda da böyük oğlum Vüqar Məmmədzadə fəxri fərmanla təltif olundu, çox sevindik. Belə. Nə ilə, hansı sonuncu, yəni döyüş yolu? Sonuncu döyüşlərdə, bəli, Laçın uğrunda sonuncu əməliyyat. Hə, sonuncu əməliyyatda yaxşı iştirak elədiyinə görə, göstərdiyi qəhrəmanlığına görə fəxri fərmanla təltif olundu. Övladları müharibədə olan anaların hissiyatını başa düşmək olar. Bugün Allah şükür ki, yəni müharibə demək olar ki, bitmiş, Ermənistan təslimçilik aktına qol çəkmiş bir ölkə olaraq Azərbaycanın
qoyduğu şərtlərə razı olmaqdan başqa yol görmür. Amma bugün övladları xidmətdə olan analar var. Yəni onlara bir tövsiyəniz, onlara bir həyəcan, ana həyəcanının aradan qaldırılması üçün nə deyərdiniz? Çünki bildiyimə görə siz həm də müharibə vaxtı övladlarınızla bağlı yox, eyni zamanda əsgərlərə kömək məqsədi ilə cəbhə xəttində olmusunuz. Həyat yoldaşınız Nəsimi ilə birlikdə. Nə tövsiyə eləyərdiniz? Yəni indi övladları deyək ki, əməliyyat şəraitində olan analar üçün. Heç bir həyəcan keçirməsə düzdür. Ana o deməkdir ki, hər zaman fikri evladının yanında olur, hər dəqiqə. Duaları üstündə olsun. Bütün anaların duasını Allah Teala eşidir. Duaları üstündə olsun uşaqlarının. Həyəcan keçirməsinlər, şükür Allaha, möhkəm, güclü hərbi nətər deyim, hər cəhətdən yəni onlar təmin olunubdur. Hər bir sürsat olsun, hər bir təminatı olsun, var onların. Nə deyim? Səbirli olsun, bəli, səbirli, təmkinli olsunlar ki, biraz həyəcanlıyam, biraz da müharibə devrindən hələ də stres var canımda, ona görə biraz həyəcanlıyam. Yəni, möhkəm olsunlar ki, evlatlar da bilsinlər ki, arkada onların, nətər deyim, onlarla fəxr eləyən, onlarla qürur duyan valideynləri var, anaları var, belə. Müsahibədən əvvəl söhbət oldu. Məlum oldu ki, hər iki döyüşçü və qazi, qəhrəman övladlarınız subaydılar. İnşallah onların toyunu görəsiniz. Nəvələrinizin gələcəkdə hərbiçi olmasını istəyərdinizmi? İstəyərdim. O həyəcanı düzdür, mən keçirmişəm. Amma yenə də mən deyirəm ki, uşaqlar balaca olandan həmişə hərbiçi görəndə, inan, indi də hərbiçilər, məsələn, qonşularımızda var, uşaqlarının əmsi uşaqları var. Keçəndə mən onlara hərbi salam verirəm. Ya onlar mənə salam verir, mən onlara həmişə hərbi salam verirəm. Yəni, mənim ən sevimli elə bir ki, peşəmdir də. Yəni, o peşədən xoşum gəlir. Hərbi geyim görəndə ümumiyyətcə, nətər deyim, qürur hissi keçirirəm həmin oğlanlarla. Allah hamısına canını sağ eləsin, üstündə olsun, bütün hərbimizi qorusun, bütün evlatları qorusun, hərbiçilərimizdəki birinci növbədə. Arzu eləyək ki, düşmənlərimiz nəhayət ki, düşmən olduğun yox, Azərbaycana qonşu olduqlarını sübut etsinlər. Yəni, faktiki yaşam tərzi ilə, qonşuluq prinsipləri ilə və s. ki, Azərbaycan anaları da, belə deyək, o bölgəyə yola saldığı övladlarının arxasınca narahat olmasın. Bilsinlər ki, onlar Azərbaycanı, analarını və vətəni qorumaya gedirlər, müharibəyə yox. İnşallah. İnşallah. Xeyirli olsun. Bütün evlatların hamısını Allah qorusun. Hərbiçilərimizi də dualarımız hər birinin üzərindədir. Mən müharibə vaxtında hər gün, bir gündə milyon dəfə dua eləyirdim. Bir öz evlatlarım üçün yox, bütün hərbiçilərə hər gün milyon dəfə dua eləyirdim. Allaha çağırırdım. Şükürlər olsun. Qarabağımızda alındı. Bütün şəhidlərin hamısına Allah rəhmət eləsin. Analarına səbir versin Allah Teala. Qazilərə də şəfa versin. Hamısının xeyir işlərini görsün analar, atalar. Beləliklə, əziz dostlar, əziz tamaşaçılar, biz bugün müharibə qəhrəmanlarımız haqqında bir sujeti təqdim etdik. Təbii ki, Beyləqan kimi Azərbaycanın bütün bölgələrindən olan igidlərimiz, qəhrəmanlarımız həmişə başımızın tacıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin, onların ruhu qarşısında borcunu, belə deyək, hərbiçilərimiz, əskərlərimiz verdi və Şuşaya, eyni zamanda işğaldan azad olunmuş digər bölgələrimizə Azərbaycanın üç rəngli bayrağı, o cümlədən qardaş Türkiyəmizin bayrağı ilə yanaşı dalğalanmaqdadır. Əziz dinləyicilər, əziz tamaşaçılar, istəkli dostlar, bununla da bugünkü buraxılışımız başa çatdı. Yəni bu mövzulu biz verilişlərimizi yer gəldikcə davam etdirəcəyik. Hələlik Allahın amanında olun və Təzadlar TV-yə abunə olmağı da unutmayın.